Aleykümesselam və rəhmətullah. Qardaş soruşur ki, iblisə lənət demək olarmı? Yəni şeytanı lənət demək olar, yoxsa yox? Cavab budur ki, bu barədə Şeyxülislam İbn Teymiyyə rahimehullah öz kitablarında danışıb. İbn Teymiyyə deyir ki, biz buna mükəlləf olmamışıq. Yəni dinimiz bizə şeytana lənət etməyi deməyib. Yəni heç kim Quran və sünnədə tapa bilməz ki, kim şeytana səhər və axşam lənət deyərsə belə olar və s. Yəni nususda belə bir şey yoxdur ki, şeytana lənət deyəsən. Kim şeytana lənət deyərsə səhər və ya axşam və belə. Yəni belə şey varid olmayıb. Və ona görə də deyir ki, biz buna mükəlləf olmamışıq. Yəni dinimiz deməyib ki, biz iblisə lənət edək. Bundan əlavə, varid olub ki, əksinə bu cür sözlər şeytanı böyüdür. Yəni Adəm övladı şeytana belə şeylər deyəndə, yəni şeytanı söyəndə, məsələn, bilirsən, Allah onu rüsva eləsin və s. bu kimi şeylər onu, yəni bu kimi şeylər deyəndə şeytan özünü böyük görür. Yəni böyüdür onu. Nəyə görə? Çünki artıq bilir ki, deməli mən ona qalib gəlmişəm deyə mənə belə sözlər deyir. Aydındır? Və ona görə də bilmək lazımdır ki, şeytanı onu söyməklə və ya ona lənət etməklə, yəni şeytanı söyməklə, ona lənət etməklə şeytan rüsvay olmur. Şeytan rüsvay olur zikirlərlə, həmçinin təsbihlərlə, kürsü ayəsini oxumaqla, səhər və axşam zikirlərini eləməklə və belə. Yəni sən şeytanı bu cür rüsva edə bilərsən, bu cür ona qalib gələ bilərsən. Hansı ki buna nusus dəlalət edir. Yoxsa onu söymək, ona lənət etmək, bu kimi şeylərə biz mükəlləf olmamışıq. Dinimiz bizə belə şeylər deməyib. Allahu a'ləm.